Astroloqların proqnozlarına görə iyul ayında bəzi bürclər üçün uğurlu və məhsuldar keçəcək. Xüsusilə karyera, maliyyə, şəxsi münasibətlər və yeni imkanlarla bağlı sevindirici hadisələrin yaşanacağı bildirilir. Həmin bürcləri təqdim edirik. İyulun əvvəlində Qoç bürcü nümayəndələrinin enerjisi və motivasiyası yüksək olacaq. İş həyatında yeni təkliflər, gəlir imkanları və uğurlu qərarlar ön plana çıxa bilər. Bunun üçün sadəcə biraz səy göstərməyiniz lazımdır. Buğalar üçün maliyyə baxımından əlverişli dövr başlayır. Gözlənilməz qazanc, uğurlu alış-veriş və yeni əməkdaşlıqlar gündəmdə ola bilər. Çoxdandır işini dəyişmək istəyən buğalar bəlkə də bu ay istədiklərini həyata keçirəcəklər. Şir bürcü nümayəndələri şəxsi həyatlarında xoş sürprizlərlə qarşılaşa bilərlər. Yeni tanışlıqlar, münasibətlərdə müsbət dəyişikliklər və uğurlu xəbərlər ehtimal edilir. Uzun zamandır münasibəti olan şirlərin evlilik qərarı alması üçün ideal vaxtdır. Əqrəblər uzun müddətdir üzərində çalışdıqları məsələlərdə müsbət nəticələr əldə edə bilərlər. Astrologiya mütəxəssisləri bu bürcün nümayəndələrinə yaranan imkanları qaçırmamağı tövsiyə edirlər. Tənbəlliyin daşını atmağın vaxtıdır. Həm iş, həm də sevgi münasibətlərində addım atmaqdan çəkinməyin.